seçkiləri günüdür. Xalq seçir. Qeydə alınmış prezidentliyə namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtı. Sırada qeydə alınmış prezidentliyə namizəd Sərdar Məmmədovun səlahiyyətli nümayəndəsi Taliyət Əliyevdir. Hörmətli seçicilər, əsas problemlərdən biri də bu yaxınlarda mən bizim bir yaxın yoldaş vardı, yaxın qonumlardan bir əsgəri xidmətdən gəlmişdi. Mən burada əsgəri xidmətdən çox danışırdı, ona görə də bu məsələyə bir münasibətimi də burada açıqlamaq istəyirəm. Ona Azərbaycan ordusunda vəziyyət necədir, o barədə söhbət eləyəndə sözün düzü o elə danışdı ki, mən özüm dəhşətə gəldim. Bunu tanıyırdım, bu uşağı ali təhsilli bir uşaqdır. Bir il gedib hərbi hissədə, hərbi xidmətdə oldu və 98 kiloqram çəki ilə gedib gedən uşaq 78 kiloqram çəki ilə gəlmişdi. Və mən özüm belə dedə özüm bu yaşıma görə həyatda kifayət qədər bu bəlkə boşa düşmüş bir adamam. Keçmiş imperiyanın məxfi raket qoşunlarında xidmət eləmişəm. Keçmiş imperiyanın intizam batalyonu, ən ciddi intizam batalyonunda xidmət eləmişəm. Azərbaycan ordusunun ən aznacaqlı olduğu dövrdə 92-93-cü illər Qarabağ döyüşlərində iştirak eləmişəm. Amma bu keçdiyim həyat yolunda bu ordu hardasa bir 5 illik dövrü əhatə edir. O danışdıqlarımı mən görməmişəm. Yəni görməmişdim. Ona görə çox acıdım, bir vətəndaş kimi acıdım. Və hesab edirəm ki, Azərbaycan ordusu bu günləri Azərbaycan gəncliyin bir qürur mənbəyinə çevirmək lazımdır və Azərbaycan gəncləri də bu hərbiyə gedəndə sevinə-sevinə getməlidir. Və az qala o uşaq elə danışırdı ki, bu qurbağa belə deyək də ilan ağzından qurtulmuş qurbağa kimi danışırdı. Və mənim üçün bu dəhşətli bir hal idi və biz hesab edirik ki, hakimiyyət başına gələcəyimiz təqdirdə ordu quruculuğu tam yenidən formalaşdırılmalıdır və Azərbaycan ordusu NATO standartlarına inteqrasiya eləməlidir, NATO standartlarına cavab verməlidir. Biz hakimiyyətə gələcəyimiz təqdirdə bütün zabitlər evlə təmin olunacaq. Biz hakimiyyətə gələcəyimiz təqdirdə həqiqi xidmətdə olan hər bir əsgərə müavinət veriləcək. Bugünkü dəyirmi masamız başa çatır. Ödənişsiz əsaslarla növbəti dəyirmi masa sabah saat 19 İctimai Televiziyada həmkarım Füzuli İsmailovun təqdimatında olacaq. Həftənin 3-cü günü saat 21-də isə biz sizinlə yenidən görüşəcəyik. Sağ olun.